Salam, axşamınız xeyir olsun. Gün Astovaya baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Hava çirkliliyinə görə Təbrizdə bütün idman mərkəzləri bağlandı. Azərbaycanlı fəal Yunis Məraminin həbsi davam edir. İranda 40 ilin ən çox edam sayı qeydə alındı. İranı bölmək istəyirdilər Möhsen Rizaidən açıqlama. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın gücləndirilməsi müzakirə olundu. İndi isə daha ətraflı. Hava çirkliliyinin təhlükəli həddə çatması səbəbindən bugündən başlayaraq 4 gün müddətinə Təbriz şəhərində bütün stadion, idman kompleksləri və idman klublarının fəaliyyəti dayandırılır. Bu haqda Təbriz İdman və Gənclər İdarəsi məlumat yayıb. Qeyd edək ki, Təbrizdə hava çirkliyinin səviyyəsi 142 mikroqram kubmetr olmaqla həssas yaş qrupları üçün təhlükəli elan edilib. Təbrizlilərə mümkün qədər açıq havada qalmamaq, açıq havada olanları isə maskalardan istifadə etmək tövsiyə olunub. Təbrizdə yaşayan azərbaycanlı fəal Yunis Mərami 1 iyul 2025-ci ildən bəri həbsdədir. Həbs zamanı Yunis Məraminin evinə baxış keçirən zabitlərin onun telefonunu müsadirə etdiyi bildirilib. Həbs zamanı Yunis Məraminin evinə baxış keçirən zabitlərin onun telefonunu müsadirə etdiyi bildirilib. Məlumatlara görə Yunis Mərami təxminən 5 aydır ki, Təbriz mərkəzi həbsxanasında heç bir aydın hüquqi izahat olmadan gizli saxlanılır. Məraminin ailəsi bildirib ki, həbsindən bəri onun haqqında dəqiq məlumat almayıblar və məsul qurumlar onun durumu ilə bağlı açıqlama verməyib. Əhvazlı 2 ərəb vətəndaşı ağır sosial durum və işsizlik yüzündən həyatlarına son qoyublar. Desfulda yaşayan 23 yaşlı Mahir Səvari 26 noyabrda toy mərasimindən bir neçə saat əvvəl atasının evində həyatına son qoyub. Mahir Səvarinin qohumlarının sözlərinə görə ağır sosial durum və işsizlik bu hadisənin əsas səbəbi olub. Bundan başqa 26 noyabrda Əhvazın Gəzaviyyə Bozorq kəndində yaşayan ərəb vətəndaş Zavad Naseri də eyni səbəbdən intihar edib. Qeyd edək ki, Əhvaz neftlə zəngin bölgə olsa da İran hökumətinin müstəmləkə və ərəb əleyhidarları siyasəti səbəbindən bu bölgə ciddi yoxsulluq və işsizliklə mübarizə aparır. Son bir ay ərzində İranda 40 ilin ən çox edam sayı qeydə alınıb. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə 23 oktyabrdan 23 noyabra kimi İranın müxtəlif şəhərlərinin həbsxanalarında 311 məhbus edam edilib. Bununla da cari ildə edam edilənlərin sayı 1400-ə yaxınlaşıb. Ölüm cəzalarına məhkum edilənlərin 48%-nin narkotik maddələrin qaçaqmalçılığında günahlandırıldıqları bildirilib. Avropa Parlamenti İranda bəhalərə qarşı repressiyaların güclənməsini qətiyyətlə pisləyən və İslam Respublikasını İranda bəhalərə qarşı ayrı seçkiliyə, təqibə, həbsə, əmlak müsadirəsinə və hüquqlarının pozulmasına dərhal son qoymağa çağıran qətnamə qəbul edib. Bu barədə Azad Avropa məlumat yayıb. Qətnamə 549 lehinə və 7 əleyhinə səslə qəbul edilib. Avropa Parlamentinin 31 üzvü bitərəf qalıb. Qətnamədə Avropa Parlamenti Həmədan və İsfahanda 16 bəhai qadına 129 illik həbs cəzası verilməsinə, eləcə də ötən il təxminən 1200 bəhaiyə qarşı məhkəmə işlərinin açılmasına və həbs cəzasının verilməsinə toxunub. Qətnamə müəllifləri İran hakimiyyətini inanclarına və ya dinlərinə görə, eləcə də insan hüquqlarını müdafiə etdiklərinə görə müqəddəs yerləri təhqir etmək və milli təhlükəsizliyə qarşı hərəkət etmək ittihamları ilə həbs edilən bütün şəxsləri dərhal azad etməyə və dini icmalara qarşı hər hansı bir təqibə son qoymağa çağırıb. Avropa Parlamenti İranda həbsdə olan bəhailərin 2/3-ni qadınların təşkil etdiyini göstərən insan haqları qurumlarının hesabatına istinad edərək bəhai qadınlarının İran məhkəmə sisteminin hədəfinə çevrilməsindən dərin narahatlığını ifadə edib. Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da İran konstitusiyası bəhai təriqətini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. Ötən illər ərzində İranda dini azıqlara qarşı təzyiqlərlə bağlı hesabatların 72%-i bəhailərlə bağlı hüquq pozuntularına aiddir. Xəbərlərimiz davam edir. Amerika 12 günlük müharibə zamanı ən müasir hərbi texnikadan istifadə etsə də, İran xalqının müqaviməti qarşısında nəticə əldə edə bilməyib. Bunu İran rəhbəri Əli Xamneyi deyib.
Qəzza zolağındakı müharibəyə toxunan Xameneyi qeyd edib ki, bölgədə baş verən soyqırım və onun məsul şəxsləri bütün dünya tərəfindən lənətlənir. O, İsrailin baş naziri dünyanın ən çox nifrət edilən adamı adlandırılıb. Xameneyinin sözlərinə görə Qəzza müharibəsi Vaşinqtonu beynəlxalq arenada indiyə qədər görünməmiş dərəcədə təcrid vəziyyətinə salıb. O, bunun səbəbi kimi Amerikanın İsrailə açıq dəstəyini göstərib. Əli Xameneyi Amerika administrasiyasını müharibə təhrikçisi adlandıraraq İranın bu hökuməti dialoqa layiq tərəfdaş hesab etdiyini vurğulayıb. O, həmçinin Amerikanı Ukraynada müharibənin başlamasına səbəb olmaqda ittiham edib və baş verən münaqişənin əsas günahkarı kimi Vaşinqtonu göstərib. Son bir ildə İran İslam Respublikası Dubaydakı valyuta mübadiləsi məntəqələri, özəl şirkətlər və pul köçürmə şəbəkəsi vasitəsilə Lübnan Hizbullahına 100 milyonlarla dollar neft gəliri vəsaiti köçürüb. Bu barədə The Wall Street Journal məlumat yayıb. Qəzetin məlumatına görə Hizbullah ötən ilki İsraillə müharibədən sonra Suriya üzərindən əvvəlki pul köçürmə yollarını itirib və yenidən qurma və yenidən silahlanma üçün ciddi maliyyə resursları çatışmazlığı ilə üzləşib. Xatırladaq ki, İran İslam Respublikasının əsas müttəfiqi olan Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə onların ənənəvi qaçaqmalçılıq yolları pozulub. Digər tərəfdən Lübnan hakimiyyəti Beyrut hava limanından daxil olan nağd pula daha sərt nəzarət tətbiq edir. Qeyd edək ki, Amerika Maliyyə Nazirliyi əvvəllər Sepahın güc qüvvələrinin təkcə bu il Hizbullaha 1 milyard dollardan çox pul köçürdüyünü, bunun böyük bir hissəsinin pul mübadiləsi mərkəzləri vasitəsilə köçürüldüyünü açıqlamışdı. 12 günlük İran-İsrail müharibəsi zamanı bəzi qonşu ölkələr İrandan torpaq qoparmağı düşünürdülər. Bunu İran Məsləhət Şurasının üzvü və Sepahın keçmiş komandiri Möhsin Rızai deyib. Bəzi xarici ölkələr İranın şimal və cənub qonşularına ərazi vədləri vermişlər. O iddia edib. Rızai İrandan torpaq qoparmaq istəyən şimal və cənub qonşularının adlarını açıqlamayıb. Ottavanın İranla diplomatik münasibətləri bərpa etmək üçün təcili planları yoxdur və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa diqqət yetirir. Bunu Kanadanın Xarici İşlər naziri Anita Anand deyib. Xarici İşlər Naziri Kanadanın insan haqları gündəliyinin ölkə diplomatiyasının bir hissəsi olaraq qaldığını vurğulayıb. Kanadalı senator Peter Harder isə bildirib ki, 2012-ci ildə əlaqələrin kəsilməsi Kanadanın İranla bağlı kəşfiyyat məlumatı toplamaq imkanlarını məhdudlaşdırıb. Ukraynanın paytaxtı Kiyev şəhərinin meri və boks üzrə keçmiş dünya çempionu Vitali Klitschko edama məhkum edilmiş İranlı boksçu Məhəmməd Cavad və Faiz Saninin müdafiəsi üçün dünya idmançıları tərəfindən başladılan kampaniyaya qoşulub. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Klitschko yaydığı məktubda İranlı boksçunun barəsində çıxarılan edam hökmünün ləğv edilməsinə çağırıb. Qeyd edək ki, tanınmış boksçu Məhəmməd Cavad və Faiz Sani 2019-cu ilin etiraz eyləmlərində saxlanılıb və bir neçə ağır ittihama görə edam cəzasına məhkum edilib. Buraxılışımız davam edir. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının rəsmi şəxsləri ilə görüşüb. Bu barədə Hikmət Hacıyev X hesabında paylaşım edib. Mən Avropa İttifaqından olan həmkarlarımla Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərdə son vaxtlar müşahidə olunan müsbət dinamikanı müzakirə etməkdən məmnun oldum. Biz iki tərəfli gündəliyin geniş spektrini və Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Hikmət Hacıyev yazıb. Fələstinin Azərbaycandakı səfirliyi Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü münasibətilə bəyanat yayıb. Bəyanatda səfirlik Azərbaycan Respublikasına Fələstinlə bağlı beynəlxalq platformalarda nümayiş etdirdiyi möhkəm və ardıcıl mövqeyə görə dərin minnətdarlığını bildirib. Fələstin dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi hər il noyabrın 29-da qeyd olunan, bugün də Fələstin xalqı ilə beynəlxalq həmrəyliyin əhəmiyyətini və bu həmrəyliyin xalqımızın qanuni hüquqlarının müdafiəsində öz torpağında azad və ləyaqətli şəkildə yaşaması üçün daşıdığı rolu bir daha vurğulayır deyə bəyanatda deyilir. Qeyd edilib ki, beynəlxalq həmrəylik işğala son qoyulmasına, ilhaq məskunlaşdırma və məcburi köçürmə siyasətlərinin dayandırılmasına yönəlmiş səylərin təməlini təşkil edir. Həmçinin bu həmrəylik Fələstin xalqının
ayrılmaz və toxunulmaz hüquqlarına, ilk növbədə öz müqəddəratını təyin etmə hüququna, 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına, habelə qaçqınların öz yurdlarına və evlərinə qayıtmaq hüququna dəstək deməkdir. Bu hüquqlar beynəlxalq hüququn normalarına və aydın tarixi ədalətə əsaslanır deyə bəyanatda vurğulanır. Bu münasibətlə Fələstin dövlətinin səfirliyi Azərbaycan Respublikasına Fələstin haqqının müdafiəsi istiqamətində müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi möhkəm və ardıcıl mövqeyə görə dərin minnətdarlığını ifadə edir. Səfirlik vurğulayır ki, bu mövqe iki xalqı birləşdirən qardaşlıq münasibətlərinin bariz təzahürü olmaqla ədalət və sülhün müdafiəsi naminə əməkdaşlığın və birgə fəaliyyətin güclənməsinə xidmət edir. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Rusiya-Ukrayna müzakirələrinin yenidən İstanbulda davam etdirməsi üçün Türkiyənin hazır olduğunu bildirib. Hakan Fidan müzakirə masasından geri çəkilməməyin vacib olduğunu qeyd edib. Birbaşa danışıqların bir çox mövzuda məhsuldar nəticələr verdiyini gördük və Cenevrədə yeni perspektivin formalaşdığını müşahidə edirik. Müzakirə zəminini qorumaq vacibdir. Türkiyə olaraq İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə və birbaşa danışıqları dəstəkləməyə hazırıq. Müzakirə masasında geri çəkilməmək lazımdır deyə Hakan Fidan qeyd edib. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Almaniya Xarici İşlər Naziri Yohan Vadefulla Rusiya-Ukrayna müharibəsini müzakirə edib. Bu barədə Almaniyada səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Hakan Fidan görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib. Ukrayna mövzusunda ətraflı fikir mübadiləsi apardıq. Bu sahədəki konstruktiv fəaliyyətimizi davam etdirəcəyik. Rusiya tərəfinin razılaşma ilə bağlı yeni addımları var. Bunları dəyərləndirdik. Atəşkəsin bir an əvvəl təmin olunması üçün iradəmizi ortaya qoyduq deyə Hakan Fidan qeyd edib. 3+3 formatında növbəti görüşün tarixi və yeri hələlik müəyyənləşdirilməyib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır ki, müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər. Nazirlik xatırladıb ki, regional məsləhətləşmə platformasının əvvəlki iclasının nəticələrinə əsasən tərəflər növbəti görüşün tarix və yerinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Bu, qarşılıqlı anlayışa əsaslanır ki, növbəti iki iclas İrəvan və Bakı şəhərində keçirilməlidir. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirib ki, Moskva növbəti iclasının təşkili ilə bağlı İrəvan və Bakı arasında operativ razılaşmanın əldə olunacağına ümid edir. Belə, hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.